Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə təlimçisi Hikmət Müsalov. Hazırki videomuzda dünən, yəni 10 may 2026-cı il tarixində Naxçıvan müəllimlərinin sertifikasiya imtahanında kurikulumdan düşmüş bir sualın izahını verəcəm sizə. Bu sual inteqrasiya haqqındaydı. Onu da qeyd edim ki, digər sualların da izahını görmək istəyirsinizsə, mütləq kanalıma abunə olun, videomuzu bəyənin, paylaşın. Gün ərzində digər sualların da izahlarını mən paylaşacağım sizinlə. Sualımız belədir. Texnologiya dərsində müəllim şagirdlərə fəza fiqurlarına uyğun əşyalar hazırlayıb, onları parklarda istifadə etməyi tapşırıq kimi verir. Verilən tapşırıq inteqrasiyanın hansı növünə uyğun gəlir? Başlayaq fənüstü inteqrasiyadan. Bu sualda fənüstü inteqrasiya var, yoxsa yoxdur? Təbii ki, bəzi müəllimlər burada şübhələnib fənüstü inteqrasiyadan, amma yoxdur müəllimlər. Fənüstü inteqrasiyanı götürmürük. Yəni, onun parklarda istifadə etməsi fənüstü inteqrasiya anlamına gəlməz. Əgər sıfırdan yanaşma olsaydı, yeni bir məhsul təqdim olunsaydı, fənüstü inteqrasiya götürə bilərdiniz. Amma bildiyimiz, yəni fəza fiqurlarıdır, ona uyğun əşya. Bu sadəcə tətbiqdir, hazır olan bir şeyi tətbiq etməkdir deyə fənüstü inteqrasiya olmayacaq. Fən daxili isə ümumiyyətlə sualımıza uyğun gəlmir. Bu sualın cavabı yalnız fənlər arası inteqrasiyadır. Yəni cavabı B bəndi deyil, sadəcə D bəndi götürürsünüz ki, ancaq fənlər arası var. Çünki tapşırıq texnologiya dərsində verilib və biz fəza fiqurlarına uyğun əşyalar hazırlayırıqsa, riyaziyyatla burada əlaqələndirmə var. Fəza fiqurları riyaziyyatın mövzusu olduğuna görə iki fən arasında əlaqələndirmə var və sualımızın cavabı olur D variantı.